Herkese salam dostlar, ben Məhəmməd. Bugün sizə bir video ilə qarşınızdayım. Nə videosu deyəcəksiniz? Nədən sabit bir serim yoxdur deyə. Deyim sizə niyə sabit bir serim yoxdur. Belə bir şey var ki, mən nə deyim? Əgər baxın, Minecraft deyək ki, Minecraft mənim sabit bir serimdir. Peki yaxşı getdi, 1 il getdi, 2 il getdi, 3 il getdi. Amma axırda bundan da şey olacağam da, yəni nətər deyim sizə, bıkacam, yəni bəzəcəm. Düz deyilmi? Bir digər səbəb də ki, maraqlı olmur. Yəni bütün oyunları oynayırsan, məsələn John Class 2.1, Minecraft sürüm, başka oyunlar vesaire. Oynarsan hem adam nətər deyim, maraqlanır, hem de həvəslənir. Yəni demək istədiyim yəni budur. Başka bir şeydir, yəni deyil. Yəni dediyim kimi onlar sabit bir serim yoxdur, düzdür. Amma gez də böyüyə bilərəm. İndi abonəm normaldır yani. Gez de böyüyə bilərəm. Olmur. O yüzden deyirəm. Neyse. Açıkladım bu durumu da. Kendinize iyi bakın. Kanala abone olmayı, like etmeyi unutmayın. Hadi görüşmek üzere. Özünüze yaxşı bakın.